Qoç bürcü. Qoç bürcü üçün avqustun əvvəli və ortası ünsiyyət və əylənmək üçün əlverişlidir. Bu günlərdə bayram əhval-ruhiyyəsi sizi müşayiət edə bilər. Bəlkə də emosional yüksəlişiniz aşiq olmaqla əlaqəli olacaq. Bu, həm yeni tanışlıqlar, həm də sevgi münasibətləri qurmaq üçün gözəl bir zamandır. Xoş sürprizlər, sevgi elanları və evlilik təklifləri sizi gözləyə bilər. Konsertlərə, teatrlara, restoranlara və rəqs salonlarına səfərlər uğurlu olacaq. Həmçinin bu günlərdə özünüzü maraqlı yaradıcı fəaliyyətə, incəsənətə, idmana və ya hobbiyə cəlb edə bilərsiniz. Bu dövr xoşbəxt bir evliliklə əlamətdardır. Ailə münasibətləri sevgi və qarşılıqlı hörmət üzərində qurulacaq. Əvvəllər mübahisələrə səbəb ola biləcək hər hansı bir məsələdə razılığa gələ bilərsiniz. Lakin bu dəfə sevgi bütün maneələri dəf edir və evlilikdə harmoniya yaradır. Sizi intensiv əlaqələr, səyahətlər və tanışlıqlar gözləyir. Dostluqlar və şəxsi əlaqələr güclənəcək. Bunun sayəsində sizə kömək edə biləcək insanları cəlb etməklə müxtəlif məsələləri asanlıqla həll edə biləcəksiniz. Sizə tez-tez fahişlər ünvanlanacaq. Heç kimdən imtina etməyin. Ay üçün digər müsbət mövzulara təhsil daxildir. Ailə və nikah münasibətlərində gərginlik ayın sonuna doğru arta bilər. Ailə üzvlərindən biri ev işlərini görməzdən gələrsə, fəsadlar yarana bilər. Tərəfdaşınızı tərbiyə etməyə çalışmaq yalnız fikir ayrılıqlarını daha da şiddətləndirə bilər. Bu dövrdə ulduzlar vacib ailə məsələlərini planlaşdırmamağı məsləhət görür. Avqustun ən əlverişli günləri bunlardır: 7, 12, 13, 16 və 17. Stresli günlər isə bunlardır: 11, 21, 22, 27 və 28. Qoç bürcü üçün avqust ayı üçün eşq ulduz falı, Qoç bürcü sevənləri üçün avqust hadisələri ikinci həftədən etibarən daha çox maraq doğurmağa başlayacaq. Bu müddət ərzində partnyorlarının cəlbediciliyi artacaq və ya qoçların özləri tənhalıqdan qorxmağa başlayacaqlar. Şərtlərin onlar üçün artıq hazırladığı balanslı münasibət üçün mükəmməl ssenari, bəzən kin, qısqanclıq və ya uyğunsuzluqdan qaynaqlanan emosional impulsiv hərəkətlər tərəfindən pozula bilər. Qoç bürcü üçün avqust ayı üçün karyera və maliyyə ulduz falı, Qoç bürcündən olanlar avqustun əvvəlində və ortalarında yaradıcılıq qabiliyyətlərini uğurla inkişaf etdirə biləcəklər. İstənilən işdə həmişə yaradıcılıq üçün yer var. İşinizə sanki yeni başlamısınız kimi fərqli bir perspektivdən baxın. Sənətinizin yeni tərəfləri çox güman ki sizə aşkar olacaq. İndi əsas məsələ işinizi daha yaxşı başa düşməyinizə kömək edəcək maraqlı bir fikir tapmaqdır. Bu, bacarıqlarınızı inkişaf etdirməyin ilk addımıdır. Bu, rəssamlar, dizaynerlər, teatr və show biznes aktyorları, məsləhətçilər və moda və əyləncə ilə məşğul olan hər kəs üçün çox əlverişli zamandır. Çevik iş qrafikiniz varsa, ulduzlar vaxtınızı elə planlaşdırmağı məsləhət görürlər ki, ən vacib tapşırıqlarınız bu dövrdə olsun. Yeni texnologiyaları sınaqdan keçirə və iş metodlarınızı təkmilləşdirə bilərsiniz. Ayın sonuna yaxın iş pisləşə bilər. Əsas problem biznes tərəfdaşınızla fikir ayrılıqlarının artması ola bilər. Kompromis tapmağa və ya vacib müzakirəni başqa vaxta təxirə salmağa çalışın. Müştəri xidmətləri göstərsəniz, müştərilərlə də oxşar problemlər yarana bilər. Müştərilərin şikayətləri və səbirsizliyi işin tamamlanmasında gecikmələrdən qaynaqlana bilər. Buğa bürcü. Buğa bürcü üçün avqustun əvvəli və ortası sakit və sakit həyat tərzinə artan ehtiyacla əlaqələndirilə bilər. Gündəlik həyatın təlaşından biraz yorğunluq hiss edə bilərsiniz və ailə və ev işlərinə daha çox diqqət ayıra biləcəksiniz. Ailə münasibətləri isti və qonaqpərvərdir. Bu həmçinin tənha mühitdə mənəvi təcrübələr üçün əla zamandır.
yoga, meditasiya, mantra oxumaq, qigong və ya avtogen məşq öyrənmək və tətbiq etməkdə əhəmiyyətli irəliləyişlər əldə edə bilərsiniz. Bu, sanatoriyada qalmaq, su prosedurları və hamam və ya saunaya baş çəkmək üçün yaxşı vaxtdır. Kənd evinə istirahət və sakit, tənha həyat tərzi də yaxşı fikirdir. Ailənizlə birgə layihələr, məsələn, mənzilinizi təmir etmək və ya bağçanızı abadlaşdırmaq planlaşdıra bilərsiniz. Bu dövr uğurlu bir dövr olaraq qalır, diqqəti gündəlik işlərə yönəldir. İdman salonuna getməyə və ya sağlam pəhriz saxlamağa başlaya bilərsiniz. Ev heyvanı almaq gündəlik həyatınızı canlandıracaq. Ulduzlar gəlirinizi artırmağın yollarını tapmağa diqqət yetirməyi məsləhət görürlər. Buraya əsas işinizdə uğur qazanmaqla yanaşı, evdən şəxsi sifarişləri yerinə yetirməklə əlavə pul qazanmaq da daxil ola bilər. Ayın sonunda özünüzü hərəkət azadlığınızın bir qədər məhdud olduğu bir vəziyyətdə tapa bilərsiniz. Bu, sağlamlığınız pisləşərsə və istədiyinizi etmək əvəzinə müalicə almağa məcbur olarsa baş verə bilər. Hava şəraitinə uyğun geyin və ayaqlarınızı isti saxlayın. Avqustun ən əlverişli günləri 6, 11, 12, 13 və 17-ci günlərdir. İşlək günlər 1, 10, 21, 22 və 28-ci günlərdir. Boğa üçün avqust ayı üçün sevgi ulduz falı, avqust boğa bürcü, partnyoru ilə qarşılıqlı münasibətlərində bəzən gərginlik azsa belə, şəxsi münasibətlərində harmoniya və tarazlığı qorumağa imkan verir. Bir çox boğa bürcü üçün estetika və ya etiket kimi detallar əhəmiyyətli olacaq. Çox vaxt bu detallar romantik harmoniyanı bərpa etmək və öz emosional tarazlıqlarını qorumağa kömək etmək üçün ipucu verəcək. Boğa bürcü üçün avqust ayı üçün karyera və maliyyə ulduz falı avqustun əvvəlində və ortalarında boğa bürcü tamamlanmaq üzrə olan istənilən layihədə və ya səydə uğur qazana bilər. Tikinti işçiləri layihəni uğurla başa çatdıra və müştəriyə təhvil verə bilərlər. Qəbul edildikdən sonra müştərinin ciddi şikayəti olmayacaq və siz heç nəyi yenidən düzəltməli olmayacaqsınız. Qohumunuz üçün daşınmaz əmlak ala bilərsiniz. Bu, otel, kurort və ya pansionat icarəyə götürmək üçün əlverişli zamandır. İş adamlarına məhsuldarlığı artıracaq, ofis avadanlığı və qurğuları almağı tövsiyə olunur. Daşınmaz əmlakla bağlı hər hansı bir məsələ uğurla həll edilə bilər. Pərakəndə satış şirkətləri, bazar satıcıları və tibb mütəxəssisləri öz potensiallarını tam şəkildə reallaşdıra biləcəklər. Lazım gələrsə, daşınar və daşınmaz əmlakın inventarlaşdırılması aparıla bilər. Bu, satışdan əvvəlki hazırlığın bir hissəsi ola bilər. Ayın sonunda işçi qüvvəsində emosional qeyri-sabitlik yarana bilər. Həmkarlarınızla ünsiyyət qurarkən təmkinli davranmağa çalışın və işlə birbaşa əlaqəsi olmayan söhbətlərdən, yayınmalardan çəkinin. Hazırki vəzifələrinizi yerinə yetirərkən adi haldan daha çox səhv edə biləcəyinizə hazır olun. Əkizlər bürcü. Avqustun əvvəlində və ortalarında ulduzlar əkizlər bürcünün dostluq münasibətlərinə üstünlük verirlər. Xoş səfərlər və yeni tanışlıqlar uğurlu olacaq. Daha tez-tez keçirilən sosial məclislərə dəvət oluna bilərsiniz. Bu günlərdə heç bir ciddi iş planlaşdırmayın. İmprovizasiya edin, həyatın öz axarına düşməsinə icazə verin və hər günün sizə xoş sürprizlər gətirməsinə icazə verin. Tanışlıq dairənizi genişləndirə və gücləndirə biləcəksiniz. Bacarıqlarınız çatışmırsa, başqalarının və mütəxəssislərin köməyinə müraciət etməklə bir çox işin öhdəsindən gələ bilərsiniz. Səyahət və təhsil uğurlu olacaq. İnsanlarla münasibətlərinizin çətin aspektlərini müzakirə etməyinizə əmin olun. Dialoq şübhələri aradan qaldırmağa və inamsızlıqdan qurtulmağa kömək edəcək. Dövr romantik görüşlər üçün əlverişlidir. Sevdiyiniz insanla münasibətlər daha isti və daha incə olacaq. Bu həmçinin yaradıcılıq üçün də yaxşı zamandır. Konsertlər, rəqs salonları və teatralar iştirak etmək üçün yaxşı yerlərdir.
Bu dünyaya dəyəcək və təqdim edəcək bir şey olan aktiv insanlar üçün gözəl bir zamandır. Dövr özünə hörmətin artmasıyla xarakterizə olunur. Ulduzlar başqaları ilə ünsiyyətdə və maraqlı və ya uyğun hesab etdiyiniz insanlarla görüşməkdə daha proaktiv olmağı məsləhət görürlər. Yeni insanları cəlb etdikcə və onları əməkdaşlığa cəlb etdikcə imkanlarınız artacaq. Ayın sonunda əkizlər bəzi çətinliklərlə üzləşə bilər. Xüsusilə maliyyə çətinlikləri yarana bilər. Əyləncəyə həddindən artıq pul xərcləməyə meyilli ola və o qədər aludə ola bilərsiniz ki, fərqinə varmadan həddindən artıq pul xərcləyə bilərsiniz. Avqustun ən əlverişli günləri 6, 7, 12, 13 və 17-ci günlərdir. İşlək günlər 10, 11, 21, 28 və 29-cu günlərdir. Əkizlər üçün avqust ayı üçün eşq ulduz falı, əkizlər bürcündən olanlar 7 avqustdan sonra sevgi həyatlarında xoş irəlili işlər gözləyə bilərlər. Partnyorunuzla münasibətlərinizdəki harmoniya zaman-zaman şərait və sınaqdan keçirilə bilər, lakin istənilən sınaqdan keçəcək qədər güclü olacaq. Problemlər başqa bir istiqamətdən yarana bilər. 3-cü 10 günlük dövrdə gözlənilməz həyat hadisələri romantika və şəxsi ünsiyyət üçün daha az vaxt saxlaya bilər. Əkizlər bürcü üçün avqust ayı üçün karyera və maliyyə ulduz falı, əkizlər bürcü avqustun əvvəlində və ortalarında çox ünsiyyətçil olacaqlar. İşgüzar əlaqələrin genişləndirilməsinə və gücləndirilməsinə diqqət yetirməyiniz tövsiyə olunur. Dostlarınızın dəstəyinə güvənə bilərsiniz. Bu, dizayn işləri, elmi tədqiqatlar və uzun müddətli biznes planlaşdırması üçün əla zamandır. Aktiv ünsiyyət vasitəsilə çox perspektivli işgüzar əlaqələr qura bilərsiniz. Həmfikir insanlarla perspektivli planları müzakirə etməyi laqeyd yanaşmayın. Ulduzlar sizə aktiv şəkildə yeni tanışlıqlar, əlaqələr, telefon zəngləri və səyahətlər qurmağa məsləhət görür. Pərakəndə satış, nəqliyyat sahəsində çalışanları və işi sizi çox sayda insanla təmasa salan hər kəsi uğur gözləyir. Xidmətlərinizi mediada reklam etsəniz, müsbət təsir dərhal olacaq. Yaradıcı mütəxəssislər ayın sonunda çətin anlar yaşayacaqlar. Həqiqətən maddi bir şeyə nail ola bilməməklə birlikdə emosional sarsıntı vəziyyəti ilə qarşılaşa bilərsiniz. Səliqəsizliyin, enerjinin və vaxtın səpələnməsinin xarakterik hissi yalnız sıfır nəticə ilə fəaliyyətin göründüyü zaman boş təlaş üçün şərait yaradır. Xərçəng bürcü. Avqustun əvvəlində və ortalarında ulduzlar xərçəng bürcləri üçün praktik səylərində müsbət istiqamət aça bilər. Ən yaxşı işgüzar keyfiyyətlərinizi nümayiş etdirə biləcəksiniz. Maddi rifaha nail olmaq və peşəkar bacarıqlarınızı və praktik bacarıqlarınızı inkişaf etdirmək istəyiniz güclənəcək. Buna görə də işiniz üçün maksimum mükafat alacaqsınız. Maddi və maliyyə məsələlərini həll etməkdə uğur qazana bilərsiniz. Bu zaman karyera yüksəlişi və gəlir artımı üçün əlverişlidir. Sizə vəzifədə yüksəliş təklif oluna bilər ki, bu da özlüyündə gəlir artımı deməkdir. Bu günlərdə karyeranızda sizə kömək edəcək nüfuzlu bir insanla tanış ola bilərsiniz. Özünü təkmilləşdirmək istəyiniz güclənə bilər. Mənəvi təcrübələrin dərindən öyrənilməsinə hazır olduğunuzu nümayiş etdirəcəksiniz. Avtogen məşqlərdən yoga, mantralar və meditasiyaya qədər istənilən təcrübə uyğundur. Əsas odur ki, özünüzə əsas məqsəd qoyun. İstəklərinizi idarə etməyi öyrənmək və ağıl və bədən arasında harmoniyaya nail olmaq. Kitablar və maarifləndirici videolardan istifadə edərək müstəqil təhsilə əlavə olaraq təcrübəli mentor və müəllimin rəhbərliyi altında təhsil alan eyni düşüncəli şəxslərin qapalı qrupu ilə əlaqə qura bilərsiniz. Ayın sonunda xərçənglər öz mövqelərini və maraqlarını qətiyyətlə müdafiə etməli, iradə nümayiş etdirməli olduqları bir vəziyyətdə ola bilərlər. Nüfuzunuzu qorumaq təhlükə altında ola bilər. Əgər müəyyən bir cədvələ və ya rutinə sadiq qalmısınızsa, bu indi daha çətin ola bilər.
Avtomobil idarə edərkən yol hərəkəti qaydalarına riayət etməyə çalışın. Avqustun ən əlverişli günləri bunlardır. 7, 12, 13, 14 və 17. Stresli günlər isə bunlardır. 10, 11, 21, 28 və 29. Xərçəng üçün avqust ayı üçün sevgi ulduz falı, xərçənglər avqustun 2-ci və 3-cü 10 günlük dövrlərində şəxsi münasibətlərinə daha çox diqqət yetirmələri yaxşı olardı. Bu dövrdə romantik harmoniyanı qorumaq üçün müəyyən rituallara və ssenarilərə riayət etməyə ehtiyacı artacaq. Lakin bu, təşəbbüskarlığa can atan xərçənglər üçün çətin ola bilər. Onların dürtüsəlliyi və xasiyyəti onların müntəzəm olaraq ehtiras partlayışlarına təhrik edə bilər və bu da gözəl tarazlığı pozmaq təhlükəsi yaradır. Xərçəng bürcünün avqust ayı üçün karyera və maliyyə ulduz falı, xərçənglər avqustun əvvəlində və ortalarında əsas işlərində mövqeylərini əhəmiyyətli dərəcədə möhkəmləndirə biləcəklər. Rəhbərliklə münasibətlər uğurla inkişaf edəcək. Sizə məsuliyyətli bir iş həvalə edilə bilər ki, bu da xeyli yaxşı maaşla başa gələ bilər. Karyera yönümlüsünüzsə və vəzifə yüksəlişi gözləyirsinizsə, bu gözləntilər indi gerçəkləşə bilər. İş adamları uğur qazanır. Şirkətlər isə balanslı təşkilatçılıq və dəqiq planlaşdırma sayəsində gəlirlərini artırırlar. Metodik və ardıcıl hərəkət etməyə çalışın və heç nəyi yaxşılaşdırmağa çalışmaqdan çəkinin. Kirayə üçün yer axtarırsınızsa və ya öz yerinizi kirayəyə vermək istəyirsinizsə, ən sərfəli variantı tapa biləcəksiniz. Ümumiyyətlə bu dövrdə gəlir artımı aydın şəkildə özünü göstərir. Peşəkar bacarıqlarınızı da artıra bilərsiniz. Ayın sonunda daşınmaz əmlakın qeydiyyatı, icarə müqaviləsi və ya başqa bir şəhərdə iş üçün mənzil tapmaq gündəmdə ola bilər. Bütün bu məsələlər qənaətbəxş həllini tapmaya bilər. Daşınmaz əmlak və icarə qeydiyyatı təxirə salına bilsə də, mənzil məsələsi təcili bir məsələyə çevrilə bilər. Şir bürcü. Avqustun əvvəlində və ortalarında şirlər hadisələri müstəqil şəkildə formalaşdıra və başqalarını cəlb edə biləcəklər. Bu vaxtı hər tərəfli şəxsi inkişaf üçün istifadə edin. İntellektual və fiziki inkişafınızı artıra biləcəksiniz. Yaradıcı müsabiqələrdə, festivallarda və idman tədbirlərində iştirak edə bilərsiniz. Bu, səyahət etmək və maraqlı insanlarla tanış olmaq üçün əlverişli zamandır. Boş vaxtınız varsa, veb saytlarda və sosial şəbəkələrdə yeni virtual tanışlıqlar qura bilərsiniz. Bu, həm dostluq görüşlərinə, həm də romantik münasibətlərə səbəb ola bilər. Hər iki halda yeni tanışlarla şəxsən görüşmək üçün səyahət təşkil edə bilərsiniz. Bu, həyatınızın perspektivləri barədə düşünmək və özünüz üçün ən maraqlı sahələri müəyyən etmək üçün əlverişli zamandır. Qabaqcıl təlim kurslarına yazıla və ya sizi maraqlandıran təhsil sahələrini öyrənə bilərsiniz. Bu, əsl müstəqilliyə nail olmaq yolunda olan gənclər üçün çox vacib bir dövrdür. Vəziyyətlərə görə özünüzü tək tapa bilərsiniz və ilk dəfə əvvəllər heç düşünmədiyiniz bir çox məsələni həll etməli olacaqsınız. Ayın sonunda yaxın ətrafınızdakı insanlarla tanışlarınız, qohumlarınız, dostlarınız və qonşularınızla münasibətləriniz pisləşə bilər. Əvvəlki münasibətlər qeyri-sabitləşə bilər və mübahisələr daha çox yayıla bilər. Vədlərə əməl etmək və başqalarının vədlərini yerinə yetirməsini təmin etmək daha çətin olacaq. Avqustun ən əlverişli günləri bunlardır. 6, 7, 13, 14 və 17. Stresli günlər isə bunlardır. 11, 21, 26, 27 və 28. Şir üçün avqust ayı üçün sevgi ulduz falı, avqustun 2-ci həftəsindən etibarən Taleh Şir bürcünün üzvlərinə sevgi arzularını yerinə yetirməkdə, ətraflarında ahəngdar bir atmosfer yaratmaqda
veya balanslı bir hərəkət planı təklif etməkdə kömək etməyə başlayacaq. Avqustun ortalarında bu cür yaxşı fürsətlərdən fəal şəkildə yararlanmağa dəyər. Çünki 3-cü 10 günlük dövrdə imkanlar azala bilər. Son həvəs azala bilər və ya həyatın adi tərəfi öz payına düşən diqqəti tələb edə bilər. Şir bürcü üçün avqust ayı üçün karyera və maliyyə ulduz falı öz biznesinə sahib olan Şirlər bürcündən olan ulduzlar, biznesin uğurunu təmin etmək üçün avqustun əvvəlində və ortalarında diqqətlərini xarici ölkələrə və ya digər bölgələrə yönəltməyi məsləhət görürlər. Söhbət biznes tərəfdaşlıqlarının qurulması və inkişaf etdirilməsindən gedir. Əgər biznesiniz xaricilərlə birbaşa əlaqəli deyilsə, onlarla bütün dolayı əlaqələri birləşdirməyə çalışın. Buraya ithal olunan mallardan istifadə, internetdən məlumat əldə etmək və ya qlobal bazar şərtləri haqqında biliklərdən istifadə daxil ola bilər. Reklam kampaniyaları yaxşı vaxtdır. Uğurlu işgüzar görüşlər, əlaqələrin genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulması üçün bir zamandır. İnformasiya məsələləri asanlıqla və təbii şəkildə həll olunur. Lazımi və faydalı məlumatlar təbii olaraq qucağınıza axır. Nəqliyyat işçiləri yaxşı işlər görürlər. Yük çatdırılması üçün sərfəli logistika marşrutları aça bilərsiniz. Bu, ali təhsillə məşğul olanlar üçün yaxşı vaxtdır. Ayın sonunda işgüzar əməkdaşlıq məsələləri çətinləşə bilər. Əsas məqsəd ötən müddət ərzində qurduğunuz işgüzar əlaqələri qorumaqdır. İşdə tələsmək və səbirsizlik gərginliyə səbəb ola bilər. Yeni tanışlıqlar qurarkən uğur gözləməməlisiniz. Daxil olan məlumatları təşkil etməkdə və düzgün qərarlar qəbul etməkdə çətinlik çəkə bilərsiniz. Qız bürcü. Qız bürcü üçün avqustun əvvəli və ortası müsbət dəyişikliklərlə əlaqələndirilə bilər. Kainatdan gələn işarələrə qarşı intuisiyanızın və həssaslığınızın artması ilə qarşılaşa bilərsiniz. Məsələn, bəzi hallarda müəyyən bir vəziyyətin inkişafını proqnozlaşdıra bilərsiniz ki, bu da sizə çətinliklərdən qaçınmağa kömək edəcək. Bu, psixologiya və mənəvi təcrübələrlə ciddi məşğul olanlar üçün çox əlverişli bir dövrdür. Yoga, avtogen məşq, meditasiya və mantralar oxumaqda uğur qazana biləcəksiniz. Harmoniya və daxili tarazlıq tapmaqla ətrafınızdakı dünyanı uyğunlaşdıracaqsınız. Ətrafınızdakı bəzi insanlarla əvvəllər münaqişəli münasibətlər əhəmiyyətli dərəcədə yumşala bilər. Bu günlərdə nüfuzlu bir himayədar peyda ola bilər. Bu müddət ərzində təkliyə ehtiyac hiss edə bilərsiniz. Dərin konsentrasiya sayəsində bəzi daxili psixoloji kompleksləri uğurla həll edə biləcəksiniz. Bu, həm də tək başına sərbəst iş üçün əlverişli bir zamandır. Bu dövr gəlirinizin artması ilə əlaqələndirilir. Özünüzü şeyləri necə tarazlaşdırmağı bilən və yalnız gözəl və faydalı şeylərə pul xərcləyə bilən çox praktik və ağıllı bir insan olduğunuzu sübut edəcəksiniz. Tədqiqat və psixologiya ilə bağlı hər şeydə də uğur qazanacaqsınız. Kimsə sizinlə bir sirri bölüşəcək və ya vəziyyətin özü əvvəllər diqqətlə gizlətdiyiniz bir şeyə gözlərinizi açacaq. Ayın sonunda maliyyə problemləri daha da pisləşə bilər. İtkilər və planlaşdırılmamış xərclər ehtimalı artır. Məsələn, vacib bir məişət cihazı qəfildən sıradan çıxa bilər. Bu halda təmir və ya yeni cihazların alınması üçün əlavə xərc çəkməyiniz lazım ola bilər. Avqustun ən əlverişli günləri 6, 7, 12, 13 və 17. Stresli günlər 10, 11, 21, 28 və 29. Qız bürcü üçün avqust ayı üçün eşq ulduz falı, avqust ayında qız bürcündən olan sevgililər üçün iyul hadisələrinin məntiqi təkrarlana bilər. Avqustun 1-ci və 2-ci 10 günlüyündə bir çoxları şəxsi həyatlarını sabit tapacaqlar. Lakin 3-cü 10 günlükdə yenidən bir şeylər tərsinə gedəcək. Səbəb fərqli ola bilər. Avqustun son günlərində baş verən hadisələr onları çaşdıracaq
və illüziyalar dünyasına çəkəcək. Bu da səmimi sevgi və yaxşı davranışın gözəl bir fasadının arxasında gizlənə bilər. Qız bürcünün avqust ayı üçün karyera və maliyyə qoroskopu avqustun əvvəlində və ortalarında qız bürcləri əsas işlərindən əlavə gəlir mənbələri gözləyə bilərlər. Buraya iş saatlarından kənar əvəzedici vəzifə, eləcə də yarımştat iş daxil ola bilər. Əsas işinizdən əlavə peşəkarcasına bir şey edə bilirsinizsə, müvafiq elan yerləşdirə bilərsiniz. Bu, xüsusilə özəl sifarişlər üçün doğrudur. İşə götürəniniz səyahət xərcləri üçün əlavə kompensasiya təklif edə və ya iş saatları ərzində nahar yeməyini ödəyə bilər. Qanuni olaraq borclu olduğunuz subsidiyalar, kompensasiyalar, müavinətlər, imtiyazlar, pensiya əlavələri və vergi endirimləri üçün müraciət etmək üçün əlverişli zamandır. Maliyyə və vergi məsələləri üzrə ixtisaslaşmış hüquqşünaslarla məsləhətləşin. Onlar sizə vergilərinizi optimal şəkildə necə ödəmək barədə məsləhət verə bilərlər. Ayın sonunda büdcənizi balanslaşdırmalı ola bilərsiniz. Maliyyə xərclərinizi məhdudlaşdırmalı ola bilərsiniz. Bu, kollektiv layihələrə investisiya qoymaq üçün əlverişsiz bir dövrdür. Cari dövr minimal nəticələrlə, intensiv fəaliyyətlə xarakterizə oluna bilər. Tərəzi bürcü. Tərəzi bürcü üçün avqustun əvvəli və ortası, əvvəllər problemli olan hər hansı bir məsələdə müsbət dəyişikliklər gətirə bilər. Çox güman ki, heç bir ailə problemi yaşamayacaqsınız. Münasibətləriniz sevincli olacaq və birlikdə çox vaxt keçirməkdən zövq alacaqsınız. Şans bir çox cəhətdən sizin tərəfinizdə ola bilər. Dostlarınızdan və həmfikir insanlardan güclü dəstək hiss edəcəksiniz. Xarici şərait o qədər əlverişli olacaq ki, tez-tez xüsusi bir şey etməyə ehtiyac qalmayacaq. Hər şey öz yerini tapacaq. Bu dövr xoş sürprizlər, əziz arzularınızın yerinə yetirilməsi və gözlənilməz şanslarla müşayiət oluna bilər. Bu, makiyaj etməyi düşünənlər üçün əlverişli zamandır. Gözəllik salonu, bərbərxana və ya moda butiki özünüzü yeni, daha cəlbedici bir şəkildə təqdim etməyə kömək edəcək. Bu, xüsusilə qadınlar üçün doğrudur. Onlayn ünsiyyətdən zövq alanlar, təqlid edə biləcəyiniz dostlar, mənəvi müəllimlər və təsir gücünə malik insanlar da daxil olmaqla yeni və maraqlı insanlarla tanış ola bilərlər. Onlayn ünsiyyətə sərf etdiyiniz vaxt, real həyatda keçirdiyiniz vaxtla olduqca oxşar ola bilər. Ayın sonu tərəfdaşlığınızdakı fəsadlarla əlaqələndirilə bilər. Ulduzlar sizə daha ardıcıl və proqnozlaşdırıla bilən davranmağı məsləhət görürlər. Əgər hərəkətlərinizi partnyorunuzla əlaqələndirmək istəmirsinizsə, onların narazılığını bildirmək üçün tam hüququ var. Buna görə də ailə və işgüzar münasibətlərinizin necə inkişaf edəcəyi əsasən şəxsi davranışınızdan asılı ola bilər. Avqustun ən əlverişli günləri bunlardır: 6, 11, 12, 13 və 17. Stresli günlər isə bunlardır: 1, 10, 21, 22 və 28. Tərəzi bürcü üçün, avqust ayı üçün eşq ulduz falı, avqust ayı tərəzi bürcünün cəlbediciliyini və sevgiyə olan ehtiyacını vurğulayacaq və eyni zamanda partnyorlarından asılılığını və ya problemlərin qaldığı və ya qaynayan fikir ayrılıqlarının davam etdiyi münasibətlərə olan marağını artıracaq. Avqust ayı ərzində cütlüyün mövcud münasibətlərindəki uğursuz çatışmazlıqları düzəltmək üçün qarşılıqlı və ya bir tərəfli geri addım atmaq istəyi arta bilər. Tərəzi bürcünün avqust ayı üçün karyera və maliyyə qoroskopu avqustun əvvəlində və ortalarında ulduzlar tərəzi bürcünü işgüzar tərəfdaşlıqları gücləndirməkdə dəstəkləyirlər. Əgər əvvəllər potensial tərəfdaşlarla məsafə saxlamış və müzakirələrinizi yalnız iş məsələləri ilə məhdudlaşdırmış olsanız, indi aranızdakı boşluğu əhəmiyyətli dərəcədə azaltmaq üçün əlverişli zamandır. Tərəfdaşınızı gələcək planları qeyri-rəsmi şəraitdə, mütləq iş saatlarında deyil, müzakirə etməyə dəvət edin. Etibarlı tərəfdaş tapmağınıza və münasibətləri
dostcasına münasibətə çevirməyinizə kömək edəcək. Ümumiyyətlə, iş həyatınızda müsbət dəyişikliklər gözləyə bilərsiniz. Maliyyə yardımı və sponsorluq mümkündür. Gözlənilməz, planlaşdırılmamış gəlir əldə edə bilərsiniz. İşgüzar tərəfdaşlarla dostcasına bir dairədə ünsiyyət quraraq, olduqca əldə edilə bilən uzun müddətli planlar tərtib edə biləcəksiniz. Bu, təhsil almaq, yeni biliklər əldə etmək və peşəkar bacarıqlarınızı artırmaq üçün əlverişli zamandır. Ayın sonunda işgüzar tərəfdaşlıqda vəziyyət mürəkkəbləşə bilər. Tərəfdaşınız barışmaz ola bilər və cari əməliyyat məsələləri ilə bağlı razılığa gəlmək daha çətinləşəcək. Müştəri xidmətləri üzərində işləyirsinizsə, müştərilərinizlə qarşıdurma ehtimalı var. Bəlkə də onlardan biri sizdən işi yenidən görməyinizi xahiş edəcək. Əqrəb bürcü. Avqustun əvvəlində və ortalarında məqsədyönlü əqrəblər uğur qazanma ehtimalı daha yüksəkdir. Statusunuz artacaq. Yaradıcı müsabiqədə, kastingdə və ya idman tədbirində mükafat qazanmaqla müəyyən mənada uğur qazana bilərsiniz. Bu dövr karyerada müsbət irəliləyiş üçün əlverişlidir. Bu müddət ərzində məqsədlərinizə asanlıqla və tez bir zamanda çata bilərsiniz. Sosial və peşəkar irəliləyiş sizi yeni, daha yüksək səviyyəyə qaldıra bilər. Daha görünən bir fiqura çevrilə bilərsiniz. Hazırki işiniz və sizə təklif oluna biləcək bir iş arasında seçim etməli ola bilərsiniz. Əvvəlki həyat məqsədlərinizi yenidən nəzərdən keçirə və köklü bir dəyişikliyin zəruri olduğuna qərar verə bilərsiniz. Lakin köklü dəyişiklik sizi qorxutmayacaq. Əslində buna səy göstərəcəksiniz. İşinizi dəyişə bilərsiniz. Tez bir zamanda yeni bir iş tapa bilməlisiniz. Şəxsi həyatınızda da dəyişikliklər mümkündür. Yeni bir tərəfdaş peyda ola bilər. Daha yüksək vəzifədə olan biri ilə sevgi münasibətləri, o cümlədən müdirlə ofis romantikası başlaya bilər. Ayın sonunda sağlamlığınıza daha çox diqqət yetirməyiniz tövsiyə olunur. Əsas işinizdə və evdə yüksək iş yükü səbəbindən bu günlərdə sıx bir dövr yaşaya bilərsiniz. Özünüzü həddindən artıq yükləməməyə və enerjinizi bərabər paylamağa çalışın. Əks təqdirdə, zəifləmiş immunitet sisteminiz və nəticədə qızdırma və iltihabi proseslərlə müşayiət olunan virus infeksiyaları ilə qarşılaşa bilərsiniz. Avqustun ən əlverişli günləri 7, 12, 13, 16 və 17. İşlək günlər 11, 21, 22, 27 və 28. Əqrəb üçün avqust ayı üçün sevgi ulduz falı. Avqust ayında əqrəblər üçün romantik münasibətlər güzəştə getməyi nəzərdə tutacaq. Onlar tez-tez vərdişləri və ya təbii xasiyyətləri ilə diktə edilən təbii davranışlarını partnyorlarının mühitinə və zövqlərinə uyğunlaşdırmaq məcburiyyətində qalacaqlar. Havadan qalmahal və ya dedikodu törətməmək üçün ehtiraslarını və ya idman taktikalarını cilovlamalı ola bilərlər. Əqrəb bürcü üçün avqust ayı üçün karyera və maliyyə ulduz falı. Rəhbər vəzifələrdə olan əqrəblər üçün avqustun əvvəli və ortası biznes fəaliyyəti üçün olduqca əlverişli ola bilər. İldə müsbət dəyişikliklər üçün əla şansınız olacaq. İş axtaranlar uyğun bir seçim tapacaqlar. İşə götürənlərlə əlaqə saxlamaqdan, xidmətlərinizi təklif etməkdən, müsahibələrdə iştirak etməkdən çəkinməyin və uğur qazanacaqsınız. Karyera yüksəlişi ilə maraqlanan əqrəblər rəhbərlikdə müsbət tərəflərini nümayiş etdirməlidirlər. Bu, diqqətinizi çəkməyə və qiymətləndirilməyə kömək edəcək. Sıravi işçilərin rəhbərlik tərəfindən xüsusi rəğbət qazanmaq üçün hər şansı var və onlar sizə müəyyən vacib tapşırıqları həvalə edə bilərlər. İşçi komandasında ahəngdar bir emosional atmosfer yaranacaq və bütün vacib fəaliyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Ayın sonuna yaxın özünüzü xarici şəraitin və ya müəyyən şəxslərin fəaliyyətinizi məhdudlaşdırmağa çalışdığı bir vəziyyətdə tapa bilərsiniz. İşçi komandasında özünüzü təcrid olunmuş hiss edə bilərsiniz ki, bu da sizə psixoloji təzyiq göstərəcək.
Bununla belə, işə daha dərindən diqqət yetirmək üçün özünüz də təklik axtara bilərsiniz. Lakin hər halda, hər hansı bir nəzərə çarpacaq, müsbət nəticə əldə etmək sizin üçün çətin olacaq. Oxatan bürcü. Oxatan bürcü şəxsi həyatlarında avqustun əvvəlində və ortalarında xoşbəxt bir dövr yaşaya bilər. Münasibətlərinizdəki çətinlikləri uğurla dəf edə bilərsiniz. Həyat yoldaşınız daha proaktiv olacaq və vacib məsələləri həll etməyə hazır olacaq. Bu, sizi lazımsız yüklərdən, narahatlıqlardan və narahatlıqlardan azad edəcək. Romantik münasibətlərdə tərəfdaşlığın və qarşılıqlı öhdəliklərin rəsmiləşdirilməsi istiqamətində də müsbət irəliləyişlər müşahidə oluna bilər. Subay Oxatan bürcünün üzvləri romantik münasibət qura biləcəklərin biri ilə tanış ola bilərlər. Bu halda, digər ölkələrdən və bölgələrdən olan tərəfdaşlarla virtual romantik münasibətlər xüsusilə ümidverici ola bilər. Bu, real həyatda görüşlər üçün səyahət etmək üçün olduqca əlverişli bir zamandır. Əyləncə məkanlarına, konsertlərə, diskotekalara və klublara baş çəkmək üçün əla zamandır. Nüfuzunuz artacaq. Yaradıcı müsabiqələrdə iştirak edə bilərsiniz. Mükafat qazanmaq şansınız çox yüksəkdir. Dünyaya deyəcək bir şeyiniz varsa və biliklərinizi başqaları ilə bölüşsəniz, bunu onlayn edə bilərsiniz. Məqalələr, videolar və audio materiallar dərc edə bilərsiniz. Təlim kurslarına yazılmaq tövsiyə olunur. Qazandığınız bilik və bacarıqlarınızı sonradan praktik olaraq tətbiq edə biləcəksiniz. Ayın sonunda əvvəlki planlar pozula bilər və işlər təsəvvür etdiyiniz kimi getməyə bilər. Boş vaxt keçirmək üçün ən yaxşı vaxt deyil. Dostlarla münasibətlər gərginləşə bilər. Sevgi münasibətlərində də qəfil mübahisələr mümkündür. Avqustun ən əlverişli günləri 1, 11, 12, 13 və 17-ci günlərdir. Stresli günlər 10, 16, 21, 22 və 28-ci günlərdir. Oxatan bürcü üçün avqust ayı üçün sevgi ulduz falı, avqust ayında oxatanlar üçün romantik münasibətlərin ümumi perspektivi daha ümidverici görünməyə başlayır, lakin yaxın vəziyyət arzu olunan səviyyədə qala bilər. Xüsusən də avqustun 2-ci və 3-cü 10 günlüyündə hər hansı bir münaqişənin daha emosional və kəskin hala gələcəyi zaman. Bəlkə də romantik münasibətlər istədiklərindən daha yavaş inkişaf edəcək və ya bir sıra qaydalara və məhdudiyyətlərə riayət etməli olacaqlar. Oxatan bürcünün avqust ayı üçün karyera və maliyyə qoroskopu avqustun əvvəlində və ortalarında Oxatan bürcünə bacarıqlarını artırmağa diqqət yetirmələri tövsiyə olunur. Bu, təhsil almaq, təcrübə mübadiləsi aparmaq, sertifikat imtahanları vermək və dissertasiya müdafiə etmək üçün əla zamandır. Xarici tərəfdaşlarla əlaqələr intensivləşir. Həm yerli, həm də beynəlxalq səviyyədə, beynəlxalq konfranslarda, sərgilərdə, hərraclarda və seminarlarda iştirak etmək üçün əlverişli zamandır. Xaricdə nümayəndəliklər, mərkəzlər və ya filiallar, eləcə də yerli olaraq xarici şirkətlərin filialları açmaq üçün əlverişli zamandır. Biznes coğrafiyasını genişləndirməyə, ixrac əməliyyatlarına və uzun məsafəli yük daşımalarına diqqət yetirən iş adamları uğur qazanacaqlar. Gəlirli logistika marşrutları aça bilərsiniz. Uzun müddətli planlarınızın gerçəkləşmək üçün hər şansı var. Bir müddət ərzində reklam kampaniyaları aparsanız, müsbət təsirlər çox gözləməyəcək. Ayın sonunda hazırda gəlirsiz olan fəaliyyətlərlə məşğul olmaq tövsiyə edilmir. Dizayn və mühəndislik işləri, səhmdarların görüşləri və biznes planının hazırlanması kimi eyni düşüncəli şəxslər qrupunda işləmək xüsusilə risk altındadır. Oğlaq bürcü. Oğlaqlar avqustun əvvəlində və ortalarında ailələrimin psixoloji mühitində yaxşılaşma hiss edə bilərlər. Ulduzlar ailənizə, valideynlərinizə və yaxınlarınızla münasibətlərinizə diqqət yetirməyi məsləhət görürlər. Əmlak mirası ilə bağlı məsələlər uğurla həll olunacaq.
evinizi yaxşılaşdırmaq üçün maliyyə stimulunuz artacaq. Əgər əvvəllər ailə iclasında ev almaq barədə müzakirə etmisinizsə, indi ipoteka üçün müraciət etməyin vaxtıdır. Maliyyə vəziyyətinin yaxşılaşması böyük ev alışlarına müsbət təsir göstərəcək. Ulduzlar yumşaq gücdən istifadə etməyi, tərəfdaşları və rəqibləri birbaşa təzyiq göstərmədən mövqeyinizə inandırmağı məsləhət görürlər. Bu yanaşma daha təsirli olacaq. Həyatınızı daha uğurlu etməkdən ciddi şəkildə narahatsınızsa, indi bunu etməyin vaxtıdır. Əvvəlcə gündəlik işlərinizi təhlil edin və ən çox vaxtınızı hara və necə sərf etdiyinizi düşünün. Pis vərdişlərdən qətiyyətlə imtina etməyə başlamaq da vacibdir. Bununla belə, pis vərdişdən imtina etməzdən əvvəl əlavə hazırlığa ehtiyacınız olmaya bilər. Məsələn, siqareti birdən-birə, bir gündə tamamilə tərk etmək olar. Eyni şey internetdə gec saatlara qədər oyaq qalmaq vərdişinə də aiddir. İdman salonuna getmək və sağlamlıq qruplarına qoşulmaq yaxşıdır. Ayın sonunda xarici şərait əlverişsiz şəkildə inkişaf edə bilər. Əvvəla əsas işinizdə və evdə iş yükü arta bilər. Buna görə də vaxtınızın çox hissəsini evlə iş arasında gəzməyə sərf etməli ola bilərsiniz. Əksər hallarda vəziyyətin təsiri altında olacaqsınız. Avqustun ən əlverişli günləri 6, 7, 12, 17 və 18-i. Stresli günlər 10, 21, 22, 28 və 29-u. Oğlaq bürcü üçün, avqust ayı üçün sevdiyi ulduz falı. Avqust ayında oğlaqlar şəxsi həyatlarında əhəmiyyətli dəyişikliklərə və əlavə azadlıq gətirəcəklərinə ümid etsələr, məyus olacaqlar. Hadisələrin yeni bir dönüşünün bir işarəsindən sonra geri addım atmaq meyli yenidən ortaya çıxa bilər. Bir çox oğlaqlar hələ də problemləri daha da artıran və ya cütlükdə gizli gərginliyi qoruyan sərt senaridən qurtulmaqda çətinlik çəkəcək və ya qeyri-mümkün olacaqlar. Oğlaq bürcü üçün, avqust ayı üçün karyera və maliyyə ulduz falı, avqustun əvvəlində və ortalarında ulduzlar oğlaq bürcülərinə daşınmaz əmlakla bağlı hər hansı bir problemin həllinə diqqət yetirməyi məsləhət görür. Məsələn, daşınmaz əmlak ala və ya sata, icarə müqavilələri bağlaya, əsaslı təmir işlərinə investisiya qoya və ya abadlıq işləri ilə məşğul ola bilərsiniz. Satışa hazırlaşmaq üçün daşınar və daşınmaz əmlakınızın inventarını apara bilərsiniz. Tikinti kreditləri və əmlak sığortası almaq üçün əlverişli zamandır. Biznes gəlirləri əhəmiyyətli dərəcədə artır. Xüsusilə sənaye istehsalı və iqtisadiyyatın maliyyə kredit sektorları ilə məşğul olanlar üçün nəzərə çarpacaq. Tərəfdaşlıqlar yaxşı gəlir əldə etməyə başlayır. Dövlət audit xidmətlərinin nümayəndələri yaxşı işlər görürlər. İş adamları idarəetmə strukturlarını uğurla islah edə, kadr dəyişiklikləri edə və büdcə xərclərini optimallaşdıra biləcəklər. Yenilənməyə doğru istiqaməti qoruyub saxlayacaqlar. Ayın sonunda ulduzlar karyera yüksəlişinə diqqət yetirməməyi məsləhət görürlər. Nə etməyinizdən asılı olmayaraq, bu dövrdə irəli və yuxarı hərəkətinizə mane olan müəyyən bir maneə hiss edəcəksiniz. Çoxunuz üçün bu maneə daxili etibarsızlıq və ailə dəstəyinin olmamasıdır. Dolça bürcü. Dolça bürcünün bu ay şəxsi həyatlarında irəliləyişlər müşahidə oluna bilər. Avqustun əvvəlində və ortalarında tərəfdaşlığınızda kəskin irəliləyişlər müşahidə oluna bilər və həyatınıza daha çox pozitivlik və nikbinlik gətirə bilər. Bu tərəfdaşlıq qurmaq üçün əla zamandır. Bu yalnız işgüzar tərəfdaşlığa deyil, həm də evliliyə aiddir. İstənilən təcili məsələdə tərəfdaşınızla razılığa gələ bilirsiniz. Əsas odur ki, konstruktiv dialoqu davam etdirməyi unutmayın. Bu, həm də gələcək üçün birlikdə planlar qurmaq üçün əlverişli zamandır. Sevgidə olan cütlüklər üçün münasibətlər sürətlə inkişaf edir və onları rəsmiləşdirmək nöqtəsinə çatır. Sürpriz evlilik təklifi ala və ya hədiyyələr və xoş sürprizlərlə təəccüblənə bilərsiniz.
Bu, əyləncəli səyahətlər, konsertlərə, klublara, diskotekalara və kinoteatrlara getmək üçün əla zamandır. Toylar və ildönümlər kimi ictimai tədbirlər uğurlu olur. Bu cür tədbirlərə dəvətləri rədd etməyin. Təhsilinizdə uğur qazana və imtahanlardan keçə bilərsiniz. Bu, səyahət üçün əlverişli zamandır. Səfəriniz zamanı romantik bir qarşılaşma baş verə bilər. Yaradıcılıq və özünü inkişaf üçün yaxşı zamandır. Ayın sonunda başqaları ilə münasibətlər gərginləşə bilər. Bu, xüsusilə gündəlik sosial çevrənizdəkilərə aiddir. Tanışlar, qohumlar, qonşular və dostlar. Aldatma və səmimiyyətsizliklə qarşılaşa bilərsiniz. Buna görə də bu dövrdə sosial çevrənizi məhdudlaşdırmaq və yeni tanışlıqlar qurmaqdan çəkinmək daha ağıllı olar. Avqustun ən əlverişli günləri bunlardır. 6, 7, 12, 17 və 18. Stresli günlər isə bunlardır. 10, 21, 22, 28 və 29. Dolça bürcü üçün avqust ayı üçün eşq ulduz falı, Dolça bürcünün nümayəndələri avqustun ilk bir neçə günü sevgi həyatlarında darıxdırıcı və ya uğursuz olarsa, ümidsizliyə qapılmamalı və ya özlərini şübhə altına almamalıdırlar. Avqustun ikinci həftəsindən etibarən hadisələr daha xoş bir şəkildə inkişaf etməyə başlayacaq. Hətta potensial çətinliklər, məsələn xarici şəraitin yaratdığı gecikmələr, münasibətlərdə tarazlığın və harmoniyanın möhkəmlənməsinə birbaşa və ya dolayı yolla töhfə verəcək. Dolça bürcü üçün, avqust ayı üçün karyera və maliyyə ulduz falı avqustun əvvəlində və ortalarında ulduzlar Dolça bürcünə işgüzar əlaqələrini gücləndirməyə diqqət yetirməyi tövsiyə edir. Bu sizin ən uğurlu olacağınız sahədir. Bu, telefonla və şəxsən məlumat əldə etmək, işgüzar səfərlər, görüşlər və tanışlıqlar, danışıqlar və müqavilələr imzalamaq üçün əla zamandır. Sənədli məsələlər tez və asanlıqla həll olunacaq. Onların işlənməsi və səlahiyyətlilər tərəfindən təsdiqlənməsi gecikmədən baş verir. Bu, şəbəkə marketinq məsləhətçiləri üçün əlverişli zamandır. Sürücülər, satıcılar və işi çox sayda insanla ünsiyyət qurmaqla bağlı olan hər kəs yaxşı nəticələr göstərəcək. Həmçinin ən optimal əməkdaşlıq variantlarını taparaq özünüzü əla danışıqçı kimi sübut edəcəksiniz. Layihələrinizi tanıtmaq, sərgilər, təqdimatlar və reklam kampaniyaları təşkil etmək üçün addımlar ata bilərsiniz. Ayın sonunda səyahət və məlumat mübadiləsi pisləşə bilər. Qısa və uzun səfərlər ləğv edilə və ya qeyri-müəyyən müddətə təxirə salına bilər. Eyni şey işgüzar əlaqələrə də aiddir. Bu dövr ən çox ixrac idxal əməliyyatları ilə məşğul olanlara təsir göstərə bilər. Balıqlar bürcü. Avqustun əvvəlində və ortalarında balıqlar təcili maliyyə məsələlərinin həllində ən yaxşı praktik keyfiyyətlərini nümayiş etdirə biləcəklər. Bu dövr maliyyə vəziyyətinizin yaxşılaşması ilə əlaqələndirilir. Yüksək məhsuldarlıq və çalışqanlıq sayəsində gəlir səviyyəniz əhəmiyyətli dərəcədə arta bilər. Bu, alış-veriş etmək və maliyyə qərarları qəbul etmək üçün əla zamandır. Özünüzü və ailənizi gözəl ev dekorasiyası və praktik məişət texnikası ilə mükafatlandıra bilərsiniz. Ev təmirləri üzərində işləyin, bu dəfə hər şey xəyal etdiyiniz kimi olacaq. Vəziyyət biznes fəaliyyəti üçün əlverişlidir. Əla fiziki formada olacaqsınız və biznesdə olduqca uğurlu olacaqsınız. Profilaktik sağlamlıqla məşğul olmaq, idman salonuna getmək və sağlam qidalanmaq yaxşıdır. Hərəkətlərinizin əsas səbəblərindən biri ətrafınızı səliqəyə salmaq istəyi ola bilər. Bu, həm evinizə, həm də iş yerinizə aiddir. Hər iki halda da nizam-intizamı bərpa etmək üçün səy göstərməyə hazır olacaqsınız. Buna görə də bu dövrdə əyləncəyə vaxtınız olmayacaq. Bütün vaxtınız biznesə sərf olunacaq. Həmçinin gündəlik işlərinizi sadələşdirə, həyatınızı daha intizamlı və məsuliyyətli edə bilərsiniz. Bütün ev işlərini diqqətlə təhlil edin,
və onları həyata keçirməyə başlayın. Ailə üzvlərinin və yaxın qohumların köməyindən istifadə etməyinizə əmin olun. Ayın sonunda balıqlar maliyyə qeyri-sabitliyi ilə üzləşə bilər. Büdcənizdə planlaşdırılmayan əlavə təcili xərclər mümkündür. Avqustun ən əlverişli günləri 1, 11, 12, 13 və 17-si. İşlək günlər 10, 16, 21, 22 və 28-i. Balıqlar üçün avqust ayı üçün sevgi bürcləri, avqust ayında əks cinsin üzvləri ilə şəxsi münasibətlər, balıqların etiket və ya öz mövcud vəziyyətləri ilə diktə edilən müəyyən bir senariyə əməl etməsini tələb edəcək. Aydınlaşdırma və ya rəhbərlik axtaran balıqlar avqustun son həftəsinə qədər gözləməlidirlər. Bu müddət ərzində gözlənilməz bir qarşılaşma, gözlənilməz nəticə ilə gözlənilməz bir söhbət və ya unikal bir təklif ehtimalı artır. Balıqlar bürcünün avqust karyera və maliyyə bürcləri, balıqlar bürcündən olanlar avqustun əvvəlində və ortalarında demək olar ki, istənilən sahədə uğurlu iş üçün əla vaxt keçirəcəklər. Gəlirli iş və sifarişlər alacaqsınız və nəticədə gəlirinizi artıra biləcəksiniz. Cari işlər əsasən həmkarlarınızla konstruktiv əməkdaşlıq sayəsində rahat gedir. İş sizə sevinc gətirir. Biznesiniz üçün böyük alış-verişlər edə və ya öz şirkətinizdə gələcəkdə istifadə üçün maşın və avadanlıq əldə edə bilərsiniz. Sənaye istehsalı və ya texniki çətinliklərlə məşğul olanlar əhəmiyyətli uğurlar qazanacaqlar. Dəzgah və avadanlıqların təmiri və tənzimlənməsi, eləcə də montaj xətti istehsalı uğurlu olacaq. İş adamları dəyərli yeni işçi işə götürə bilərlər. Təcrübəçilər və təcrübəçilər uğurlu olacaqlar. Maşın və alətlərlə işləməkdə bir çox faydalı praktik bacarıqlar əldə edə biləcəksiniz. Ayın sonunda iş adamları pul vəsaitlərinin axınında boşluq və ciddi dövriyyə kapitalı çatışmazlığı ilə üzləşə bilərlər. Hesablarınıza nağd pul daxil olmaları gecikə bilər. Maliyyə kəsiri əlavə xərclərə ehtiyacı artırır və vəziyyəti daha da ağırlaşdırır.